Forumumuzun ikinci paneli ilə davam edirik, əziz forum iştirakçıları. Bu panel bank sektorunun ən kritik istiqamətlərindən birinə, kiber təhlükəsizlik, fırıldaqçılığın qarşısının alınmasına həsr olunur. Rəqəmsallaşmanın sürətlə artdığı, ödəniş ekosisteminin genişləndiyi bir dövrdə kiber hücumlar, fırıldaqçılıq riskləri və informasiya təhlükəsizliyi məsələləri daha böyük önəm qazanır. Bu səbəbdən bugün bu sahənin aparıcı mütəxəssisləri ilə aktual trendləri, çağırışları və həll yollarını müzakirə edəcəyik. İcazənizlə panelimizin moderatorunu təqdim etmək istərdim. Akif Bağırov, Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri. Akif müəllim, buyurun. Akif müəllim, digər panel iştirakçıları da, spikerləri də dəvət edin. Uğurlar. Xanımlar və cənablar, hamını xoş gördük. Xahiş edirəm təşkilatçıları alqışlayaq. Böyük tədbir təşkil ediblər bizim üçün. Təşəkkür. Daha öncə Namik bəy də qeyd elədi. Biz artıq bugün bizim konferansın ikinci günüdür və dünən və bugün biz çox maraqlı mövzular haqqında danışdıq. Yeni biznes modellərin formalaşdırılması, rəqəmsal məhsulların inkişafı, müştərinin hiperpersonallaşma üzrə müvafiq məhsul təkliflərinin təqdim olunması, süni intellekt texnologiyalarının inkişafı, bütün bunlar təbii ki, kiber təhlükəsizlik və rəqəmsal dələduzluq üzrə yeni çağırışlara yol açır. Və bu səbəbdən növbəti panel bəhs bu mövzulara həsr olunacaq. Mən istərdim panel iştirakçılarını dəvət edeyim. Rəsat Gökçən, Mastercard Vice President. Azərbaycan Respublikasının Mərkəzi Bankın ödəniş sistemləri və məhsul inkişafı üzrə departamentin əməkdaşı Elvin Cüvarov. Azərbaycan Beynəlxalq Bankının Rəqəmsal Dələduzluq şöbəsinin müdiri Cavidan Əfəndiyev. Bank Respublikanın Məlumat Təhlükəsizliyi Departamentinin direktoru Xətay Gəncəliyev və Azərconnect şirkətinin Məlumat Təhlükəsizliyi üzrə baş müdiri Orxan Sadıqov. İlkin olaraq söz təqdim olunur. Rəşad Gökçən, Mastercard Vice President, şirkətlərin və ekosistemlərin kiber təhlükəsizliyi təmin olunması üzrə mövzu haqqında danışacaq. Buyurun Rəşad bəy. Çok sağ olun, teşekkürler. Benim bu etkinliğe 3. katılımım son 3 yılda. 3. defa burada konuşmacıyım. Dolayısıyla bu imkanı sağlayan organizasyon komitesine teşekkürler. Gelmeden önce son 2 yılda acaba Mastercard olarak siber tehlikesizlik alanında neleri anlattık? Bunlara bir baktım ve her sene farklı bir gündemle gelmekte açıkçası beni oldukça mutlu etti. Yine bugün sizlere biraz da aslında siber tehlikesizlik dünyasında neler oluyor? Mastercard olarak biz ne yapmaya çalışıyoruz? Bunları paylaşmaya çalışacağım. En temelde aslında siber güvenlik atak yüzeyi her geçen gün değişiyor. Bunu değiştiren farklı faktörler var. Örnek vermek gerekirse regülatif kurumumuz da burada. Regülatif dünyada her geçen gün farklı kurallar, farklı compliance'lar, farklı gereksinimler ortaya çıkıyor. Dolayısıyla bunlar aslında siber dünyadaki atak yüzeyini olumlu ya da olumsuz yönde değiştiren başlıklardan bir tanesi. Bir diğeri her zaman konuşuyoruz artık dijitalleşme hayatımızdaki en önemli parçalardan bir tanesi. Ama her geçen gün internete bağlı kullanıcı sayısı, internete bağlı cihaz sayısı ve hepimizin internete geçirdiği zaman, gün içerisindeki zaman artıyor. Dolayısıyla bunlar da her zaman arka tarafta üretilen data miktarını artırıyor.
Artan data miktarı da aslında siber atak yüzeyini fraudsterlar ya da hackerlar için olumlu anlamda genişletiyor. Bir diğer önemli başlık yapay zeka, AI. Artık hani AI, hani bu kelimeyi kullanmayan teknoloji tarafında tabiri caizse dövüyorlar neredeyse. Evet, AI aslında siber güvenlik tarafında da en önemli başlıklardan bir tanesi. Neden? Çünkü artan data miktarından bahsettik. Bu datayı aslında hackerlar AI kullanarak, yapay zeka kullanarak çok daha hızlı bir şekilde analiz edip çok daha hedeflenmiş ataklar oluşturabiliyorlar. Dolayısıyla biz de aslında kendi siber savunmamızda, kendi fırıldakçılık önleme sistemlerimizde de AI'dan faydalanmak durumundayız. Tabii tüm bunlara baktığımız zaman aslında ekosistem değişiyor dedik, atak yüzeyi değişiyor, genişliyor dedik. Bununla beraber aslında Mastercard olarak biz bu işin neresinde duruyoruz diye düşünebiliriz. Burada da aslında Mastercard olarak pointer varsa aslında sunumda slaytları değiştirebilirim ya da birisi değiştirebilir benim adıma. Bir de bu rakamdan belki bahsetmek gerekir. Bir yapılan araştırmaya göre 2030 yılında toplam siber suçlardan kaynaklanan kaybın 15,9 trilyon dolara ulaşacağı öngörülüyor. Bu 15,9 trilyon doları kafamızda canlandırmak adına şu anda dünyada en büyük ekonomik büyüklüğe sahip ülke Amerika, toplam oluşturduğu ekonomi büyüklüğü 28,7 trilyon dolar. İkinci sırada Çin geliyor, 18,5 trilyon dolar. Üçüncü sırada ise 15,9 trilyon dolarla siber suçlar geliyor. Yani aslında şöyle düşünebiliriz, eğer siber suçlardan oluşan kayıp bir ülke olsaydı, dünyadaki üçüncü büyük ekonomiye sahip ülke olacaktı. Mastercard'ın siber güvenlik alanında uzmanlaşmış danışmanlık ekipleri var. Burada Azerbaycan'daki bankalarımıza da farklı danışmanlık hizmetleri sağladık. Yine bizim danışmanlık ekibimizin hazırladığı Azerbaycan özelindeki bir slide. Burada aslında en temelde neleri söylüyoruz? Bütün detaylara girmek pek mümkün olmayabilir ama dünyadakine benzer bir trend var Azerbaycan'da da. En çok atak alan 3 sektör dünyada: finansal kurumlar, government ve teknoloji tarafı. Yine bu trend Azerbaycan'da da benzer bir yapıda. Şu anda Banking Forum'dayız. Dolayısıyla aslında finans tarafına bakacak olursak da Azerbaycan'a gelen 100 ataktan 12 faizi finansal kurumlarla ilgili ataklar olarak gerçekleşmiş. Tabii ki amaç aynı. Amaç iş sürekliliğini olumsuz yönde etkileme, kritik verilere ulaşma ve bu kritik verileri de kendi olumsuz çıkarları anlamına kullanmak için bu ataklar gerçekleştiriliyor. Şimdi Mastercard hepinizin bence yakından bildiği bir marka. Ödeme sistemlerinde çok güçlü bir marka. Ama neden siber güvenlik alanında Mastercard'ı konuşuyoruz? Bu akıllara gelebilir. Burada hani birkaç hatırlatma yapmakta tekrar fayda var. Birincisi neydi? En çok atak alan 3 sektör. İşte finans dedik, teknoloji dedik, government dedik. Mastercard bu 3 tane sektörden 2 tanesine faaliyet gösteriyor. Finans tarafında ve teknoloji tarafında. Böyle bakıldığı zaman da aslında dünyada en çok atak alan şirketlerden bir tanesiyiz. Bizim network'ümüze her dakikada 200'den fazla atak geliyor ve 200'den fazla atak da %100 başarılı bir şekilde sönümlendiriliyor. %100 başarılı bir şekilde durduruluyor. Network'ümüzde 210'dan fazla ülkede, ülkeler arasında yaklaşık 160 milyardan fazla finansal işlem geçiyor. Dolayısıyla aslında yine bu da bizim yaptığımız operasyonun ne kadar zor olduğunu, ne kadar atağa maruz kaldığımızı gösteriyor. Ama biz bunların hepsini %100 başarılı bir şekilde sönümlendirebiliyoruz. Dolayısıyla çıkış noktamız şu: biz Mastercard olarak aslında kendi network'ümüzü çok iyi savunuyoruz. Bunu yaparken de belli ürünler kullanıyoruz, belli bir know-how'ımız var. Dolayısıyla buradaki ürünlerimizi, know-how'ımızı değerli müşterilerimizle paylaşmak istiyoruz. Dolayısıyla aslında siber güvenliğe çıkış noktası bu. Şu anda da neler yapıyor? Toplamda son 10 yılda 11 milyar dolardan fazla siber güvenliğe yatırım yapıldı. En son yatırımımız da geçtiğimiz yılın son çeyreğinde açıkladığımız Recorded Future Acquisition'ı. Recorded Future dünyadaki en büyük Cyber Threat Intelligence ürünlerinden bir tanesi. Hatta iki tanesinden bir tanesi diyebilirim. Mastercard'da yaklaşık 2,65 milyar dolara geçtiğimiz sene Aralık ayında bu firmayı satın aldı. Bununla birlikte aslında bu senenin bizim için en heyecan verici lansmanlarından bir tanesi de Mastercard Threat Intelligence ismini verdiğimiz ürün. Bu ürün şu anda Azerbaycan'da da Mastercard üye bankaları için ulaşılabilir durumda. Şimdi bu ürünün aslında en önemli farklılaşan noktalarından bir tanesi siber tehlikesizliği konuşuyoruz.
Ama dünyada değişen bir trend var. Siber tehlikesizlik ile fırıldakçılık birbirine artık konverge eden, yakınsayan bir düzlemde. Neden? Şimdi siber atakların en temeldeki hackerların motivasyona baktığımız zaman bir finansal gelir elde etme motivasyonu var. Dolayısıyla bir atak sonucunda elde edeceği veriyi, elde edeceği datayı aslında finansal bir gelir elde etmek amacıyla kullanacak. Bu da ne anlama geliyor? Siber atak sonucunda ortaya çıkan veri bir şekilde finansal ekosisteme girecek ya da bir şekilde finansal ekosistemde zafiyet oluşturacak ve bunun sonunda fırıldakçılık neticesinde bir fraud case oluşacak. Dolayısıyla artık siber tehlikesizlik ve fraud prevention, fırıldakçılık prevention ekipleri, önlem ekipleri organizasyon seviyesine yakınsıyor. Biz bunu içinde bulunduğumuz Eastern Europe, Middle East, Afrika 80'den fazla ülkedeki banka ekosisteminde görüyoruz. Azerbaycan'daki yine değerli müşterilerimizle yaptığımız görüşmelerde de benzer yakınsamayı görüyoruz. Dolayısıyla ne demek? Aslında siber tehlikesizlik ve fırıldakçılık arka tarafta yakınsıyor, iş ortamı olarak yakınsıyor. Biz de buna yönelik bir ürün gerçekleştirdik. En temelde ürün ne yapıyor? Birkaç cümleyle özetlemek gerekirse de Dark Web'de, Deep Web'de bankalarımızın satılan kartlarının monitoringini yapıyoruz. Bu kartları Mastercard ekosisteminde, Mastercard'ın kendi ödeniş sistemlerindeki iz düşümüne bakıyoruz. Ne demek? İşte bir kart Dark Web'de satılıyorsa ve bundan da böyle 0.1 dolar, 0.01 dolar gibi negligible amount'ta işlemler geçiyorsa bu ne anlama geliyor? Kart testing anlamına geliyor. Yani aslında birileri bu kartları çalmış ve üzerinden çok küçük işlemler geçirerek kartlar aktif mi değil mi diye kontrol ediyor. Ve sonrasında da bununla eğer kartlar aktifse de fraud vakaları gerçekleşiyor. Dolayısıyla threat intelligence anlamında, fraud threat intelligence anlamında ciddi anlamda bir yol kat ediyor. Zamanım doldu ama hani son bir iki şeyde yine dünyadaki ve region'daki fraud raporlarını, yeni dünyada neler olduğunu yine bu sistem üzerinden verebiliyoruz. Yine dediğim gibi fraud özelinde, siber tehlikesizlik kaynaklı fraud özelinde threat intelligence verileri sağlıyoruz diyeyim. Zamanım doldu. Çok teşekkür ederim beni dinlediğiniz için. Yine sorularınız varsa da soru cevap kısmında cevaplamak isterim. Çok sağ olun. Buyurun tabii ki. Təşəkkür edirəm maraqlı prezentasiyaya görə. Mənim bir sualım yarandı. Kritik verilər, Dark Web'də bankların kart məlumatlarının monitoringi, kiber təhlükəsizliyi ilə fraudun kəsişməsi. Burada belə bir sual yaranır. Təşkilatlarda data yönətməni, data governance, data inventory, bu kimi prosesləri necə dəyərləndirirsiniz? Bu proseslərin rolu kiber təhlükəsizliyi və fraudun qarşısının alınması üçün, bu risklərin qarşısının alınması üçün rolunu necə dəyərləndirirsiniz? Təşəkkür. Çok sağ olun Akif Bey. Şimdi bununla ilgili aslında Türkiye'de, Azerbaycan'da biraz batıdaki ekolü kendine ne diyelim ilham verici olarak görüyor. Biliyorsunuz geçtiğimiz sene belki de biliyorsunuzdur Avrupa Birliği'nde DORA isminde bir regülasyon yayınlandı. Digital Operation Resilience Act. Ve en temelinde bu regülasyon data integrity tarafında, dataların nasıl korunması, nasıl işlenmesi gerektiği tarafında pek çok şey barındırıyor. Ama farklılaşan birkaç nokta daha var. İşte bunlardan bir tanesi mesela third party risk management tarafıyla ilgili de belli zorunluluklar getiriyor. Şimdi hepimiz, ben özellikle sunumun başında bir ekosistem geçirmek istedim. Çünkü Mastercard bir ekosistem yönetiyor. Ama Mastercard'ın müşterileri de buradaki değerli bankalarımız da bir ekosistem yönetiyor. Dolayısıyla artık data integrity sizin de bahsettiğiniz gibi çok daha fazla boyutlu hale geldi. Sadece kendi datamızın integrisinden sorumlu olmak da yetmiyor. Beraber işbirliği içinde bulunduğumuz partnerların, vendorların da data integrisinden sorumlu hale gelir durumdayız. Dolayısıyla bununla ilgili Avrupa Birliği'nde yapılan çalışma hayata geçti. Benzer regülatif çalışmaların Türkiye'de olduğunu duyuyoruz. Muhtemelen sizin de gündeminizde vardır diye tahmin ediyorum. Ama en temelde tabii ki regülasyonlar pazardaki değişikliklere hızlı uyum sağlamayı mutlaka destek oluyor. Ama hep bizim bir yandan diğer tavsiyemiz de dediğim gibi siber tehlikesizlik ve fırıldakçılık birbirine artık giderek yakınsıyor. Dolayısıyla da ekiplerin bilgi paylaşımında, ekiplerin kendi roadmap'lerini oluşturmasında, ekiplerin prevention planları oluşturmasında, ekiplerin business continuity planları oluşturmasında hep bu convergence'ı, yaklaşımı göz önünde bulundurmaları gerektiğini tavsiye ediyoruz.
Bununla ilgili de farklı danışmanlık servislerimiz var bu arada. Yani gerekli compliance kuralları nasıl uyum sağlanabileceği ile ilgili uçtan önce danışmanlık verebiliriz. Organizasyon yapısının nasıl olması gerektiği ile ilgili de danışmanlık verebiliyoruz. Dolayısıyla Mastercard olarak biz her zaman tüm müşterilerimizin yanındayız. Government agency'lerimizin, merkez bankların yanındayız. Bildiğim kadarıyla yine Azerbaycan'da fintechlere özel Merkez Bankası'nın farklı bir inisiyatif var. Bu tarafta bir nasıl daha secure bir ekosistem kurulur, bununla ilgili farklı yaklaşımlar var. Biz de hepsini yakından takip ediyoruz. Elimizden gelince de destek olmaya her zaman hazırız. Təşəkkür edirəm Rəşad bəy. Maraqlı cavab oldu, maraqlı fikir oldu. Zaldan sual varsa, yoxdursa növbəti panel iştirakçısına keçmək istərdim. Azərbaycan Respublikasının Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsul İnkişafı Departamentinin əməkdaşı Elvin Cuvarov. Buyurun. Çox sağ olun Akif bəy. Hamınızı bir də salamlayıram. Təşkilatçılıq üçün həm Mərkəzi Bank, həm Azərbaycan Banklar Assosiasiyasına minnətdarım bildirirəm. Mən istərdim mövzuya uyğun regulyativ aspektdən fırıldaqçılıqla mübarizə sahəsində həm ölkədə həm görülmüş, həm görüləcək işlərlə bağlı həm anons formatında, həm görülmüş işlərin analiz formatında bəzi məlumatlar şifahi olaraq təqdim edeyim. Başlanğıcda onu deyə bilərəm ki, məlum olduğu kimi bu ilin may ayında Banklar Assosiasiyası, Mərkəzi Bank və Daxili İşlər Nazirliyinin iştirakı ilə birgə işçi qrupu fəaliyyətə başladı. Biz bu işçi qrupunun fəaliyyəti nəzdində qanuna uyğun formada məlumat mübadiləsi, eyni zamanda кейslərin araşdırılması prosesində trendləri daha yaxşı izləməyə nail olduq. Trendləri anladıqca və eyni zamanda rüblü hesabatların paylaşılmasından sonra üzr istəyirəm. Trendləri anladıqca və rüblü hesabatların paylaşılmasından sonra ölkə daxili daha doğrusu fırıldaqçılıq halları üzrə deyə bilərik ki, ən böyük pay sosial mühəndislik və mən yaxşı deyirəm, danışa bilməyəcəm. Onlar Həmkarlar, biraz mövzuların deyəsən bir-birindən kəsişdiyi məqamlar var. Ona görə regulatordan öncə yaxşı olar ki, bizim Maliyyə İnstitutu söz alsın. Cəvidən Əfəndiyev, Rəqəmsal Dələduzluğun İdarə Olunması Şöbəsinin müdiri, Azərbaycan Beynəlxalq Bankı. Buyurun. Hər vaxtınız xeyir. Təşəkkür edirəm Akif bəy. Bu günlərim sizə mərkəzləşmiş sistemlər haqqında bir məlumat vermək istərdim. Belə deyək, Azərbaycan Banklar Assosiasiyası olaraq müxtəlif vaxtlarda, müxtəlif tarixlərdə, müxtəlif ölkələrdə təcrübə mübadiləsi sessiyalarına qoşuluruq və həminki sessiyalarda ən çox qarşılaşdığımız hallar, belə deyək də, onu müşahidə edirik ki, nəticə etibarı ilə hər bir ölkənin gəldiyi bir məqam var ki, dələduzluğa qarşı tək başına mübarizə aparmaq mümkün olmur. Gərək bir vahid platforma çərçivəsində müxtəlif təşkilatların bir yerə yığılıb və belə deyək də dələduzluğa qarşı ortaq mübarizə aparması hallarını müşahidə edirik və o yüzdən belə deyək ki, hər bir ölkənin, əksər ölkələrin bir vahid platformaları var, hardakı dələduzluğa qarşı mübarizə prosesləri aparılır. Bu platformalar əsasən müxtəlif təşkilatlardan birləşir. Təşkilatlar olaraq, strukturlar olaraq bura daxil olur. Daxili İşlər Nazirliyinin, müxtəlif belə deyək, hüquq mühafizə orqanlarının, həmçinin bank sektoru, maliyyə sektoru, telekommunikasiya sektorundan və digər sektorlardan ibarət deyək ki, bu retail və s. sektorlar
misallardan birləşmiş bir ortaq mübarizə platformaları mövcud olur və təbii ki, bu platformalarda xarici dələduzluğa qarşı, daxili dələduzluğa qarşı bir ortaq verilənlər bazaları, həmçinin bir hesabatlıq sistemi, incident reporting sistemləri və s. olur. Üzr istəyirəm, keçmir növbəti slayda. Və bu həminki ölkələrin, müxtəlif ölkələrin belə deyək də bir misallarını çəkmək istərdim bugün. Bir neçə maraqlı misallar var. Misal üçün mənim ən çox sevdiyim İngiltərə misalını çəkmək istərdim. İngiltərədə gözə batan iki əsas bir platforma mövcuddur. Bunlardan biri Stop Scams UK platforması və daxili və xarici dələduzluq hallarının belə deyək də verilənlər bazası kimi SIFAS sistemindən danışmaq istərdim. Stop Scams UK real-time formatında çalışan bir sistemdir. 2020-ci ildə səhv etmirəmsə, belə deyək də, fəaliyyətinə başlayıb və fraud insidentləri report edən və qeyd olunan belə deyək, platformaya Daxili İşlər Nazirliyinin, həmçinin bank sektoru, retail sektoru, fintech sektoru və telekom və digər sektorların birləşmiş bir real-time baza kimi baxmaq lazımdır, bir platforma kimi baxmaq lazımdır. Həmçinin maraqlı yanaşmalardan biri Qazaxıstan Respublikasında gördüyümüz yanaşmadır. Bu Anti-Fraud Center adlandırırlar. Həminki platformanın 2024-cü ildə belə deyək, layihəyə start verilibdir və platforma bir növ qara siyahı və boz siyahıdan ibarət bir platformadır. Banklar, fintechlər dələduzluq hallarını report eləyir sistemə. Dələduzluqda şübhəli bilinən şəxslər əlavə olunur ya boz siyahıya və araşdırma nəticəsi, belə deyək də, polis strukturları tərəfindən aparılan araşdırma nəticəsində əgər şəxsin dələduzluq fəaliyyətində məşğul olduğu həqiqətən qənaətinə gəlinirsə, həminki şəxs əlavə olunur təbii ki, qara siyahıya. Bir maraqlı praktikada bizdə misal üçün Polşa Respublikasında qarşılaşmışdıq. Onlarda Banklar Assosiasiyasının belə deyək, nümayəndəliyi altında bir neçə mərkəzləşmiş sistemlər qurulduğunun şahidi olmuşduq. Orada da çox maraqlı praktikaydı. Daha bir maraqlı yanaşmanı Səudi Ərəbistanda görmüşük. Orada deməli belə deyək, banklar əsasən mərkəzləşmiş platformanı prosesing mərkəzi üzərində qurublar. Bunun təbii ki, müsbət və ya da mənfi tərəfləri də var. Müsbət tərəfləri sürət baxımından yaxşıdır və resurs baxımından belə deyək də daha az resurs tələb olunur. Amma mənfi tərəflərindən biri ondan ibarətdir ki, platformadan kənar olan təşkilatlar qalır. Deyək ki, fərqli prosesing mərkəzi varsa və ya da şəxsi prosesing olan banklar və ya da hər hansı bir təşkilatlar varsa, o zaman belə deyək, həmki mərkəzləşmiş platformadan kənar qalırlar və təbii ki, Türkiyə Cümhuriyyətinin də maraqlı praktikası var idi. Bu istiqamətdə SIPER sistemi var. Onlarda SIPER sisteminə təbii ki, həm Daxili İşlər Nazirliyi, həm digər hüquq mühafizə orqanları paraleldə də təbii ki, bank, fintech sferası, həmçinin telekommunikasiya sferası qoşulubdur və orada da təbii ki, real vaxt rejimində fraud insidentlərin qeydiyyatı prosesi aparılır eyni qaydada. Sizə biraz da üstünlükləri və üstünlüklərindən danışmaq istərdim mərkəzləşmiş dələduzluğa qarşı mübarizə sistemlərinin. Ən əsas üstünlüklərindən biri bu Unique Device ID məntiqinin qurulmasıdır. Təsəvvür edin ki, bir şəxs öz cihazı ilə müxtəlif elektron bankçılıq aplikasiyalarına daxil olur və qeyd olunan şəxsə bir unik cihaz ID-si təyin olunur və bu təbii ki, monomol şəbəkələrinin, card-dropper şəbəkələrin aşkarlamasında çox sürətli, effektiv rol oynayır. Həmçinin, misal üçün, mərkəzləşmiş sistemlər rəqəmsal ekspertizanın aparılmasında çox böyük imkanlar yaradır, çox geniş bir
imkanlar tanıyır. Hüquq mühafizə orqanları üçün təsəvvür edin ki, bir mərkəzdən IP, geolokasiya, müştəri haqqında vətəndaş haqqında məlumatları, həmçinin apardığı əməliyyatlar, sessiya haqqında məlumatları və digər məlumatları dərhal əldə edib, ekspertiza prosesində istifadə edib, yekunda belə deyək də, dələduzluqla məşğul olan şəxsin hüquqi cəlb olunmasına yardımcı olur. Həmçinin bir neçə digər üstünlüklər var. Deyək ki, scoring istiqamətində müxtəlif imkanlar təqdim eləyir təşkilatlar üçün. Misal üçün, kredit təqdim olunarkən, avtomobil lizinqdən əldə olunarkən, misal üçün, ipoteka krediti formalaşdırılarkən, əməkdaşın işə qəbulu zamanı KYC prosesindən keçəndə, security prosesindən keçəndə, həmçinin mobil tətbiqdə qeydiyyatçı zamanı, onboarding zamanı və s. istiqamətlərdə, belə deyək, vətəndaşlar üzrə, şəxslər üzrə, belə deyək, bir scoring formalaşa bilər. Bu şəxsin dələduzluq fəaliyyəti varmı, yoxmu, belə deyək də, report olunan insidentlər əsasında müəyyən olunacaq ki, yəni şəxsin dələduzluq fəaliyyəti varmı və təbii ki, məhsul və yaxud da xidmət təklif eləyən zaman banklar, fintexlər və s. təşkilatlar bir şəxs üzrə bir scoring formalaşdırır, nəticə etibarı ilə qeyd olunan şəxsin partnyorluğu davam etməyə dəyər, dəyməz kimi bir imkanlar ortaya çıxır. Həmçinin təbii ki, bu hüquq mühafizə orqanlarının işini, proseslərini sürətləndirir. Üzr istəyirəm. Və təbii ki, bir azca, belə deyək, çətinliklər, hansından ki, qarşılaşmaq olur, belə deyək, dəminki mərkəzləşmiş sistemlərin inteqrasiyası zamanı və, belə deyək, çağırışlar, hansından ki, qarşılaşırıq, o haqqda danışmaq istərdim. İlk mərhələdə, belə deyək, rol, responsibility, yəni, öhdəliklər hansıdır, belə deyim, mərkəzləşmiş sistemin hansı qurum altında fəaliyyət göstərməsi çox önəmlidir. Deyək ki, bu Mərkəz Bank mı olmalıdır və yaxud da hansı bir kənar agentliyi mi olmalıdır, əsas altında mı olmalıdır? Bunu təbii ki, müəyyən etmək lazımdır. Əslində, ən ideal variantlardan biri bu Mərkəz Bankın çərçivəsində və yaxud da Mərkəz Banka tabe bir agentlik çərçivəsində qurulması önəmlidir. Bir neçə problemi aradan qaldırır bu, belə deyək, bank sirri problemini, bank sirrinin paylaşılması problemini, banklar haqqında qanuna və ödəniş sistemləri, ödəniş xidmətləri haqqında qanuna, belə deyək də, tələblərinə uyumluluğu sağlayır. Həmçinin ikinci təyin olunmalı məqam rollar, akseslər tam şəkildə müəyyən olunmalıdır, öhdəliklər tam şəkildə müəyyən olunmalıdır sistemi üzrə, SLA-lər təbii ki, müəyyən olunmalıdır. Kim məlumatı əlavə eləyə bilər, kim məlumata baxış eləyə bilər, kim məlumata dəyişikliyi, auditini apara bilər, həmçinin məlumatı silə bilər və s. Yəni, bunlar təbii ki, mütləq şəkildə müzakirə olunmalı məqamlardan biridir. Təbii ki, burada qaydalar sistemi idarə etməkdən ötürü qaydalar olmalıdır, prosedurlar olmalıdır və s. Həmçinin təbii ki, bir vətəndaş müraciətlərinin analizi üçün məqamlar olmalıdır orada, hər hansı bir apellyasiya proseslərini idarə etməkdən ötürü təbii ki, bir qaydalar tətbiq olunmalıdır. Həmçinin burada məlumat mübadiləsi standartlaşması da çox böyük önəm daşıyır. API connection hansı formada qurulmalıdır, deyək ki, header, tag, body hissədə hansı məlumatlar ötürülməlidir və təbii ki, həm böyük iştirakçılar üçün, həm kiçik iştirakçılar üçün bir yanaşma tətbiq edilməlidir. Böyük iştirakçılar təbii ki, öz şəxsi antivirus sistemləri var, API Connection burada onlar üçün uyğun məqamdır. Amma deyək ki, kiçik iştirakçılar üçün hansının ki, belə deyək, resurs baxımından, büdcə baxımından imkanlar qısıtlıdır. Ayrıca onlar üçün bir web aplikasiya formatında bir imkanlar təqdim olunmalıdır. Nəticə etibarı ilə hal-hazırda onu müşahidə etmək olar ki, Azərbaycan olaraq
bir müddət geridəyik hələ ki bu dəlozlara qarşı mübarizə istiqamətində, amma ümidvaram ki, yəni bu istiqamətdə həqiqətən də həm Elvin bəyin bildirdiyi kimi, həm Akif bəyin bildirdiyi kimi artıq işlərə start verilibdir. Elvin bəy bildirdiyi kimi də Daxili İşlər Nazirliyi ilə, həmçinin Mərkəz Bankın idarəçiliyi altında bir pilot layihəyə start vermişik və bu pilot layihənin nəticəsi olaraq yekunda bizdə də bir mərkəzləşdirilmiş dəlozlara qarşı mübarizə sistemimiz olacaq. Belə təqdimatım bu qədər. Təşəkkür edirəm. Təşəkkür edirəm Cavidan bəy. Rəqəmsal dəyərduzluq aktual mövzudur. Zaldan sual varmı? Buyurun. Birinci masaya mikrofon zəhmət olmasın. Cavidan bəy, sualım sizədir. Əslində burada Mərkəzi Bankın da maraqları var. Mənə maraqlıdır ki, nə vaxt Azərbaycanda mövcud olacaq mərkəzləşmiş sistem. Məsələn, tutaq ki, Türkiyənin SPER sistemi ilə inteqrasiya edilə bilərmi? Məsələn, Türkiyədə qara siyahıda olan şəxs Azərbaycanda da hər hansı bir maliyyə əməliyyatı apara bilməsin, kart almasın, hesab açmasın. Sualınıza görə təşəkkür edirəm Emin bəy. Belə deyək, texnoloji olaraq təbii ki, mümkündür. Amma təbii ki, hər iki ölkənin qanunvericiliyi baxımından hər hansı bir məhdudiyyətlər varmı və sair məqamlarına baxmaq lazımdır. İkinci olaraq fikirləşməli olan, düşünməli olan məqam ondan ibarətdir ki, belə bir misal çəkə bilərəm ki, hər bir ölkədə fəaliyyət göstərən dəlozluq qrupları, qruplaşmaları fərqli olur əsasən. Və ola bilər ki, Türkiyə ərazisində fəaliyyət göstərən bir qruplaşmalar Azərbaycan ərazisində fəaliyyət göstərən, məsələn üçün Azərbaycan ərazisində fəaliyyət göstərən bir qruplaşma Türkiyə ərazisində fəaliyyət göstərməsin və bu yüzdən bir növ effektivlik deyəcək, deyək ki, Türkiyə tərəfi paylaşsa, database bizdən, biz öz database-imizdən paylaşaq Türkiyə tərəfi ilə, belə deyək də bir true pozitiv halları olmaya bilər bu məqamdan, amma praktikada var belə yanaşmalar, misal üçün əsasən Avropa İttifaqında çox var ki, bir mərkəzləşmiş vahid database olur. Ora əsasən şəxsləri yox, amma deyək ki, malware üzrə, deyək ki, zərərverici proqramlar üzrə, viruslar üzrə, müxtəlif zərərverici proqramlar üzrə bir ortaq database olur və dəlozlara qarşı mübarizə sistemləri əsasən bu bazalardan məlumatı dartıb özlərində yoxlayır ki, mənim şəbəkəmə qoşulmuş, belə deyək də, userlərdə, akkauntlarda belə bir hər hansı bir malware aşkarlanıb ya yox deyə. Texniki olaraq bəli, mümkündür, ancaq yəni bunun realizasiyası təbii ki, resurs tələb eləyən bir məqamdır. Qanunvericiliklə bağlı hər hansı bir belə deyək də görüləcək işlər var və s. Təşəkkür edirəm Cavidan bəy. Başqa sual yoxdursa, növbəti iştirakçıya keçmək istəyirəm. Təbii ki, ilk öncə Maliyyə İnstitutu rəqəmsal dəyərduzluğun qarşısının alınması üçün görülən tədbirlər, yeni çağırışlar və ondan sonra Mərkəzi Bank regulyator kimi hansı addımları ata bilər mövzunun davamı olaraq Elvin Cuvarov. Çox sağ olun bir daha. Əslində də yaxşı oldu Cavidan bəydən sonra davam edəcəm. Çünki Cavidan bəyin qeyd elədiyi kimi bayaqdan mən mövzuya həmin istiqamətdə başlamışdım. Daxili İşlər Nazirliyi, eyni zamanda Mərkəzi Bank və banklar, nəinki banklar, həm də fintechlərdən ibarət ekspert qrupu və işçi qrupu, daha sonra pilot səviyyəsində, yəni qısa, belə deyim, geniş olmayan çərçivədə işə başlamışıq. Lakin yaxın gələcəyə planlaşdırılır ki,
bu pilot layihəni daha da genişləndirək və iştirakçı sayını artıraq. Çünki pilot layihə nəzdində biz həqiqətən də bunun effektivliyini gördük. Məlumat mübadiləsi çərçivəsində eyni zamanda Daxili İşlər Nazirliyinə vətəndaşların, zərər çəkmiş vətəndaşların şikayətləri əsasında biz trenddən belə başa düşürük ki, fırıldaqçılıq hallarının, sırf rəqəmsal fırıldaqçılıq hallarının böyük hissəsi, 80-90%-i manipulyasiya, müştərilərin manipulyasiya olunması yolu ilə baş verən fırıldaqçılıq hallarıdır. Ümumiyyətlə, fırıldaqçılıq növlərini 3 böyük kateqoriyaya bölsək, burada birinci müştəri tərəfindən avtorizə edilməmiş əməliyyatlar, yəni müştəri məlumatlarını ötürür üçüncü şəxsə, lakin əməliyyat həmin üçüncü şəxslər tərəfindən icra olunur. İkinci bölgü müştərinin manipulyasiya olunması nəticəsində, buna təbii ki, sosial mühəndislik də deyə bilərik, müştərinin sırf özünün icra elədiyi əməliyyatlar, misal üçün müştəri özünü bank adından və yaxud polis əməkdaşı adından təqdim edən şəxslərdən zəng alır. Zəngdə olan təlimatlara uyğun olaraq öz mobil tətbiqinə və yaxud elektron cüzdanına öz simasını identifikasiya edərək və yaxud barmaq izi və yaxud şifrə ilə daxil olur və tələb olunan istiqamət üzrə köçürmə icra eləyir və yaxud hər hansı ödəniş icra eləyir. Üçüncü bir bölgüdə isə biz ayıra bilərik müştərilərin özünün dələduzluq sxeminin parçası olduğu hallar və öz ödəniş alətlərini üçüncü şəxslərə səlahiyyət verməklə qanunsuz fəaliyyət məqsədi ilə istifadə edilməyinə belə bir şərait yaratdığı hallarını ayıra bilərik. Qeyd elədiyim kimi trendlərdən belə görürük ki, ən çox sırf müştərilərin manipulyasiya olunması və ödəniş alətinin üçüncü tərəfə ötürülməsi nəticəsində həm fırıldaqçılıq halları baş verir, həm də həmin zərər çəkmiş vətəndaşların vəsaitlərinin yuyulması, dalınca da çirkli pulların yuyulması və s. skoplara gedib çıxır. Bu mövzuda biz artıq ehtiyac duyulur ki, ölkə daxilində banklar, ödəniş təşkilatları, elektron pul qurumları üçün necə ki, keçən ilin mart ayında informasiya təhlükəsizliyi sahəsində tələblər qüvvəyə mindi. Analoji olaraq biz artıq buna ehtiyac görürük ki, rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə də tələblər artıq məncə zamanı yetişib. Bu sahədə iş gedir Mərkəzi Bank tərəfindən. Müəyyən, belə deyim, mənzərə artıq məlumdur ki, bu tələblərdə nələr nəzərə alınacaq. Qısa ümumiləşdirib müəyyən başlıqların üstündən keçmək istəyərdim. Təbii ki, ən birincisi burada təşkilati idarə etmə tərəflərinə toxunulacaq, hansı ki, rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə komanda, hansı strukturun tərkibində olmalıdır, burada maraqların toqquşması məqamları nəzərə alınmalıdır və s. Məlumdur ki, biznes və informasiya təhlükəsizliyi eyni zamanda rəqəmsal fırıldaqçılıqla mübarizə tərəfi bir növ əks cəbhələrdir, amma təbii ki, burada balanslaşdırılmış formada qızıl ortanı tapmaq lazımdır ki, nə müştəri user experience tərəfdən, yəni müştəri məmnunluğu tərəfindən əziyyət çəkməsin, həm biznesə təsir olmasın, amma rəqəmsallaşma fonunda da təbii ki, fırıldaqçılıq hallarının da qarşısının alınması yönündə müəyyən balans saxlanılmalıdır deyə düşünürəm. Digər tərəfdən monitoring mexanizmləri barədə danışmaq istəyərdim. Necə ki, bayaq qeyd elədiyim kimi, artıq social engineering, sosial mühəndislik üsullarının trend olduğu bir dövrdə müştəri əgər özü
öz cihazından öz simasını identifikasiya eləyərək və yaxud şifrəsini daxil eləyərək, OTP-ni daxil eləyərək daxil olursa və üçüncü bir şəxsin göstərişləri ilə hansısa bir istiqamətdə özü ödəniş eləyirsə, bunun monitoring mexanizmini düşünmək lazımdır və müəyyən standartlar təyin eləmək lazımdır. Çünki bu daha çətin aşkar olunan və daha çətin detekt olunan, belə deyim, fırıldaqçılıq növüdür. Biz monitoring mexanizminin qurulmasında əsas kriteriyaları müəyyən eləsək, burada bankın və yaxud ödəniş təşkilatının quracağı monitoring mexanizmi bir neçə skopu əhatə eləməlidir. Burada təbii ki, bu beynəlxalq praktikadan, best practice-dən irəli gələn belə deyim, skoplardır. Burada ödəyicinin tipik davranış modeli var. Burada cihazın identifikasiyası, cihazın unikal ID-sinin formalaşdırılması və ona uyğun kontrolların qurulması, eyni zamanda cihazda müəyyən kompromat riskləri, zərərli proqramlar və s. yüklənilməsi, eyni zamanda geolokasiya analizləri, hansı ki, bu həm kart əməliyyatları, həm onlayn bankçılıq və mobil bank ödəniş alətləri üzrə nəzərdə tutulur. Əməliyyatların vaxtı, tezliyi anomaliyaları bu artıq ənənəvi monitoring metodlarından biridir. Həmçinin də ödəyicinin hesaba giriş üsulları, burada həm IP, həm cihaz, həm interfeys analizləri özünü əks etdirir. Həmçinin də standart olaraq blacklist, whitelist mexanizmləri də tələblərdə nəzərdə tutulacaq. Digər tərəfdən, belə deyim, hesabatlıq mövzusuna toxunsaq, artıq banklar neçə illərdir rüblük hesabatlar təqdim edirlər Mərkəzi Banka, rəqəmsal fırıldaqçılıq halları, təsdiqlənmiş rəqəmsal fırıldaqçılıq hallarının sayı məbləği barədə. Son 2 ay qabaq səhv eləmirəmsə, biz ilk dəfə bu fırıldaqçılıq hallarının statistikasını Mərkəzi Banka rəsmi saytında dərc elədiyi press release formatında bunun artıq davamlı olacağını bildirmək istəyirəm. Rüblü olaraq biz bu statistikanı paylaşacağıq və o statistikaya əsasən həm ictimaiyyət, həm belə deyim, mövzu ilə maraqlanan hər kəs ölkədəki trendi izləyə biləcək. Bu hesabatlıqda yer alan məlumatlar sırf müştərilərin banka bildirdiyi təsdiqlənmiş fırıldaqçılıq hallarıdır. Biz işçi qrupunun yaradılmasının müsbət cəhətlərindən biri də o idi ki, biz artıq nəinki banklardan aldığımız məlumatı, həm də vətəndaşların polis orqanlarına şikayət elədiyi məlumatlarla cross-check eləyə bilirik artıq və görürük ki, təəssüf ki, bəzi hallarda müştərilər heç ümumiyyətlə banka şikayətlərini bildirmirlər və birbaşa polisə bildirirlər və yaxud tərsinə də ola bilər. Banka bildirilir, polisə bildirilmir. Bu halları belə deyim, tənzimləmək üçün mənə elə gəlir bu işçi qrupunun fəaliyyətini biraz da təkmilləşdirəcəyik. Artıq avtomatlaşdırılmış məlumat mübadiləsi mexanizmlərinə keçid müzakirədədir. Təbii ki, ən ideal formada Cavidan bəyin dediyi kimi mərkəzləşdirilmiş sistemlər nəzərdə tutulur. Təbii ki, böyük işdir, amma bu istiqamətdə irəliləyirik. Böyük çağırışlar var. Belə, çox sağ olun diqqətiniz üçün. Zaldan sual varmı? Var. Zəhmət olmasa mikrofonu ötürərdiniz də birinci masa. Arxanızda. Alo, çok sağ olunuz. Cavidan Bey, size sorum. Çok ilginç sunumlarınızdan sonra. Ben Kırgızistan'dayım, Rustam.
Bizim ülkemizin arasında hem siber olay bilgileri hem de birleşik bir dolandırıcılık kaydı için bir birleşik platformaya ihtiyacımız var mı? Siz nasıl düşünüyorsunuz? Düşünürəm ki, var. Son sualınıza görə çox sağ olun, təşəkkür edirəm. Fikrimcə var, çünki belə fikir versək, işin praktikasının işindəyik. Yəni daima iş prosesində izləyirik, görürük ki, Azərbaycan ərazisində fəaliyyət göstərən dələduzluq qruplaşmaları eyni formada, eyni qaydada Qazaxıstan Respublikasında da, Qırğızstan Respublikası, Özbəkistan Respublikası, yəni ümumilikdə belə deyək də, Orta Asiya və Qafqaz regionunda fəaliyyət göstərən qruplaşmalar demək olar ki, eyni qruplaşmalardır və dələduzluq hallarının aşkarlanması üçün Orta Asiya və Qafqaz regionunun birgə mübarizəsində dələduzlara qarşı effekti çox olardı. Yəni bu istiqamətdə təbii ki, işlərin görülməsi çox arzu olunan, ürəkaçan bir yanaşmalardır və təbii ki, burada hər bir ölkənin Mərkəz Bankının rolu çox böyükdür. Assosiasiyaların, banklar assosiasiyalarının rolu burada çox böyükdür. Yəni bu istiqamətdə işlər aparılsa, təbii ki, çox yaxşı olardı fikrimcə. Salamlayıram bizim qonağı. Mən də əlavə olaraq bildirmək istəyirdim ki, kiber olaylara da toxundunuz. Mərkəzi Bankın nəzdində maliyyə serti yaradılmışdı. Finsert artıq fəaliyyətə başlayıb və bu institutun funksiyalarından biri də o olacaq ki, baş vermiş insidentlərin analizi, təşkilatlara dəymiş maddi ziyanın hesablanması, tarixi historical datanın toplanılması və bu cür məlumat mübadiləsini eləmək həmin o sertlər üzərindən təbii ki, fikrimcə gözəl bir təşəbbüsdür və planlarda da var. Təşəkkür edirəm sualınız üçün. Başqa sual varmı? Yoxdursa növbəti iştirakçıya keçmək istərdim. Kiber təhlükəsizlik modelinin yaradılması üzrə Bank Respublika modeli haqqında danışacaq. Xətay Gəncəliyev, buyurun. Hörmətli forum iştirakçıları, salamlayıram hamınızı və burada iştirak fürsəti üçün təşəkkürümü bildirirəm. Bugün mən fırıldaqçılıqla mübarizə kontekstində IAM, yəni Identity Access Management prosesinin mahiyyəti, onun rolu və təmsil etdiyim Bank Respublikada bu prosesə keçid zamanı, prosesin həyata keçirilməsi zamanı hansı mərhələlərdən keçmişik və hansı risklərlə üzləşmişik və cari vəziyyət və ümumi hədəflərdən bəhs edəcəm. Bildiyimiz kimi, fırıldaqçılıq əməliyyatlarının böyük əksəriyyəti ATO deyilən bu account takeover, yəni hesab və hesab məlumatlarının əldə edilməsi vasitəsilə baş verir və bu sahədə olan təşkilatların tədqiqat nəticələri və statistik məlumatlarına görə əsasən böyük əksəriyyət, fırıldaqçılıq əməliyyatlarının böyük əksəriyyəti daxildən və yaxud daxildə müdaxilə ilə kənardan baş verən fırıldaqçılıq əməliyyatlarıdır. Təbii ki, bu kontekstdən baxsaq, biz IAM prosesini əslində fırıldaqçılıqla mübarizə strategiyasında bir mərhələ, bir tərkib hissə kimi qəbul edə bilərik. Və dediyim risklərlə təbii ki, Bank Respublikada qarşılaşmışdı. Bu Bank Respublika üçün də aktual idi və hal-hazırda da hamı kimi bizim üçün aktualdır.
Və bu istiqamətdə bir çox tədbirlər görüldü. Bu tədbirlər haqqında qısa olaraq mən məlumat vermək istəyərdim və yekunda o tədbirlərin faydası və nəticələri haqqında. Bu tədbirləri içində əsas mərkəzləşdirilmiş autentifikasiyanın tətbiq olunması, PAM sisteminin tətbiq olunması və imtiyazlı istifadəçilərin PAM sisteminə daxil edilməsi, ondan sonra NAC, Network Admission Control və Zero Trust modelinin tətbiq edilməsi. Yəni bu tədbirlər aşağı-yuxarı bir çox təşkilatlarda görülübdür. Ancaq nəzərə almaq lazımdır ki, bu tədbirlər dediyim kimi antifraud siyasətində, antifraud strategiyasında mərhələ kimi sayılmalıdır. Nəyə görə? Ona görə ki, burada nəticələr, faydalı nəticələr var və antifrauda öz töhfəsini verir. Məsələn, autentifikasiyanın mərkəzləşdirilməsi mürəkkəb və pərakəndə şəkildə olan informasiya sistemlərində fərdi şəkildə rolların istifadəçilərin idarə edilməsindən mərkəzləşmiş autentifikasiya və yekun vahid identity provider vasitəsilə bu prosesin təmin olunmasını gətirib çıxardı. Sonra, düzdür, bundan sonra biz yeni risklərlə üzləşirik, amma bu riskləri də minimallaşdırma istiqamətində tədbirlər görüldü. Məsələn, əsas risklərdən biri istənilən inzibatçının individual şəkildə kritik bir əməliyyatı başdan axıra kimi icra etməsi riskidir. Bu da daxildə fraud ehtimalını çoxaldır. Bunun da nəticəsi olaraq misal üçün deyə bilərəm ki, Active Directory management toollardan istifadə edərək istənilən hərəkət, istənilən əməliyyat yalnız sorğu və təsdiq əsasında baş verir. Yəni istifadəçi yaradılması prosesindən başlayaraq. Digər faydalar burada nə ola bilər? Paralel olaraq biz rolların inventarlaşdırılması, bu müəyyən İAM prinsiplərinin tətbiq olunması, bu öhdəliklərin bölünməsidir, minimum imtiyazlardır. Sonra lazım olan qədər giriş hüquqlarının verilməsidir və s. Bunlar tətbiq olundu. PAM sisteminin özünün tətbiq olunmasından sonra yenə də biz risklərlə üzləşirdik. Bu change managementlə bağlıdır və change managementi nizama salmaq məqsədi ilə burada da yenə ikili təsdiq prinsipi və dördgöz prinsipini tətbiq etdik. İstənilən kritik hədəf sistemində istənilən imtiyazlı istifadəçi kritik əməliyyatı yerinə yetirərkən business owner və yaxud system owner, yəni sahibləri tərəfindən, data sahibi tərəfindən təsdiq olunmalıdır. Bundan əlavə dediyim kimi NAC tətbiqinin də anti-fraud strategiyasına töhfəsi oldu. Bildiyimiz kimi yoluxmuş cihaz artıq fraud ehtimalı olan cihazdır. Və burada endpointlərin, yəni yekun qurğuların, cihazların daxili tələblərə, qaydalara, əməliyyat sisteminin vəziyyətinə uyğun posture assessment, yəni vəziyyətin qiymətləndirilməsi prosesindən keçir və ondan sonra daxili şəbəkəyə buraxılır. Bunlar hamısı bütövlükdə bizim fikrimizcə anti-fraud strategiyasına bir töhfədir, bir mərhələdir. Daxildə olan fraud ehtimalının istənilən kanallar, vasitələr üzrə risklərini aşağı salır. Yekun nəticə, yəni bu tədbirlərin yekun nəticəsi nədir? Bəli, antifraud sistemi mütləqdir
Ancaq ilkin bu önləyici hesabların idarə edilməsi və girişlərin daxil olmaların idarə edilməsi tədbirləri olmasa, yalnız antifraud sisteminə arxayın olmaq mühüm bir nəticə verməyəcək. Bizim gəldiyimiz nəticə budur, fikrimiz budur. Təbii ki, digər banklar kimi, təşkilatlar kimi biz də müəyyən etaplardan keçirik və keçəcəyik ki, mərkəzləşdirilmiş antifraud sistemi tətbiq olunsun. Burada müəyyən çətinliklərimiz də var. Bu çətinliklər ya hal-hazırda rast gəldiyimiz, ya da rast gələ biləcəyimiz çətinliklərdən ibarətdir. Ümumi bir neçə kateqoriyadır. Mən çalışacağım maksimum qısa edeyim ki, vaxt reglamentdən qırağa çıxmayım. Əsas kateqoriya odur ki, bizdə bulud həllərinə olan məhdudiyyətlərdir. Burada da bizim gözləntilərimiz daxili bulud provayderların əsas vendorlarla, yəni bazarda əsas vendorlarla əməkdaşlığıdır və bunun vasitəsilə biz məlumatları ölkədən kənara çıxartmayacağıq. Bundan əlavə, həmçinin bu nəyə gətirib çıxardır? Bizdə bildiyimiz kimi əsas vendorlar, ən populyar vendorlar həllərini bulud həlləri kimi təqdim edirlər. Yəni, onlarda on-premise həllər demək olar ki, yoxdur. Bu da bizim seçim çərçivəmizi azaldır. Növbəti çətinliklərimizdən biri də kadr çatışmazlığıdır. Yəni, biz son zamanlar informasiya təhlükəsizliyi sahəsində kadrların artımı müşahidə olunsa da, ali təhsil müəssisələrində məzunları çoxalır, amma sırf fırıldaqçılıqla mübarizə üzrə kadrların çatışmazlıq problemi var. Bu istiqamətdə də bizim gözləntilərimiz var, həm maraqlı olan tərəflərə və AB-ya, regulyatora da ki, birgə bu istiqamətdə hansısa təhsil, tədris tədbirləri görsün və bu ixtisaslaşmada biz irəliləyə bilək. Və başqa bir problem var, mövcuddur və yaxud biz bundan üzləşə bilərik. Bu da bəzi banklarda bildiyiniz kimi processing bankların özünə məxsus deyil və burada antifraud sisteminin tətbiqində inteqrasiya problemləri əmələ gələ bilir. Bu barədə də bizim gözləntilərimiz regulyatordandır. Müəyyən standartlar və qaydalar tətbiq olunsun ki, biz prosesing mərkəzlərindən mütləq şəkildə interfeyslər, API-lar inteqrasiya üçün vasitələr əldə edə bilək. Mövzu təbii ki, genişdir, qısa nitqdən kifayətlənmək olmur, amma hələ ki, bu qədər. Təşəkkür edirəm diqqətiniz üçün. Təşəkkür edirəm Xətay bəy. Təbii ki, maliyyə institutlarının daxilində müştəri məlumatlarını, konfidensial məlumatları saxlayan sistemlərin əhəmiyyəti də yüksəkdir və bu sistemlərə əməkdaşların giriş icazələrinin idarə olunması vacib bir məqama toxundunuz. Burada belə bir komponent var. Təşkilata üçüncü tərəfdən dəstək göstərən şirkətlərin həmin şirkətin infrastrukturuna qoşulması, yəni third party risk. Burada həmin o təşkilatlar daha çox IT servis provider olduğuna görə Mərkəzi Bankın regulyasiyasına daxil olmurlar və ümumiyyətlə heç bir regulyasiyaya tabe deyirlər. Ancaq şirkətlər üçün müəyyən kibertəhlükəsizlik riskləri daşıyır. Çünki onların infrastrukturunda baş verə biləcək kiberinsident bankın daxilinə keçə bilər. Bu cür riskləri necə qiymətləndirirsiniz və fikrinizcə hansı addımlar atılmalıdır? Bank Respublikada bu riskləri necə müəyyən edirsiniz, necə idarə edirsiniz? Təşəkkür. Fikrimizcə bu risklər çox aktualdır və indi yox, çoxdan aktualdır. Bu çətinliklərlə bu və digər vəziyyətdə hamımız rastlaşırıq. Çox aktual məsələdir.
Bu risklərin azaldılmasının həll yollarını isə biz həmən təşkilatların, bu third party təşkilatların, IT xidmətlər və yaxud digər IT-related xidmətləri göstərən bu təşkilatların mütləq şəkildə tələblərə, məsələn, yenə qayıdıram regulyator məsələsinə, regulyatorun tələblərinə uyğunlaşması və o qaydalara riayət olunması, tətbiq olunmasını da görürük. Müəyyən auditlərin keçirilməsi, sertifikatlaşması və digər halda əgər bu şərtlərə riayət olunmursa, o təşkilatların bazarda bu cür xidmət göstərməsində məhdudiyyətlərin yaradılmasında görürəm. Yəni, real olaraq mən bu məsələnin həllini bu cür görürəm. Amma risk olaraq, bəli, çox aktual riskdir və bununla bir çoxları rastlaşılır. Ben bir ekleme yapayım isterseniz Buyurun. cevap vermek adına. Şimdi aslında üçüncü parti ekosistemin risk yönetimi biraz daha kendi risk yönetimi yapmamızdan daha farklı. Neden? Çünkü kontrolümüzün daha zor olduğu bir uzaydan bahsediyoruz. Dolayısıyla burada en önemli başlıklardan bir tanesi de önceliklendirme. Yani hangi third party'de hangi risk denetimini hangi ölçüde yapacağız gibi başlıklar gündeme geliyor. Dolayısıyla bunun için de aslında evet ürünler var. Bizim portföyümüzde de ürünler var. Bu ürünleri kullanmak kadar bu ürünleri nasıl kullanacağımızı belirlemek de önemli. Şunu söylemeye çalışıyorum. Bir üçüncü parti firmayla bir bankanın real time data paylaşımı var ise ve bu datalarda kritik datalar ise buradaki üçüncü parti firmanın risk yönetim tarafındaki önceliği daha farklı, daha yüksek olması gerekiyor. Ama bir başka firma ile dönemsel kampanya yapılıyordur, ciddi bir data paylaşımı yoktur, sadece marka logoları yan yana geliyordur ya da işte bir üçüncü parti servis kiralama modeli vardır. Yani aslında daha az sensitif dataların paylaşıldığı ya da paylaşılmadığı bir üçüncü parti firmadır. Bunun risk değerlendirmesi yönetiminin daha farklı olması gerekiyor. Hem frekans olarak hem de kullanılan ürünler olarak. Dolayısıyla bizim burada yine bir tavsiyemizde üçüncü parti risk yönetimiyle ilgili her şeyden önce bir framework oluşturulması gerekiyor. Çünkü dediğimiz gibi firmalarımızın, bankalarının kendi yönetiminden daha farklı bir yönetim var burada. Örnek veriyorum, bir bankanın kendi içerisinde bulduğu 100 tane açık vardır. Bunları kendi içerisinde çok doğru önceliklendirebilir. Buna göre yatırım planı yapabilir. Ama konu üçüncü parti firmaya geldiği zaman o sistemde 100 tane bir bulgu, açık, weakness point var ise bunların da önceliklendirmesi ve takibinin doğru ölçüde yapılması gerekiyor. Dolayısıyla yine bizim burada tavsiyemiz, evet ürün kullanımı önemli ama bununla ilgili her firmanın bir framework oluşturması ve framework çerçevesinde third party risk management yapması. Təşəkkür edirəm. Həqiqətən də aktual mövzudur. Third party management. Rəsət bəy, fikriniz üçün də təşəkkür. Növbəti və sonuncu iştirakçımıza keçmək istərdim. Azərconnect şirkətinin məlumat təhlükəsizliyi üzrə baş müdiri Orxan Sadıxov. Buyurun. Çox sağ olun Akif bəy. Hamını salamlayıram təşkilatçılıq üçün və panel iştirakçılara və bizə qoşulanlara hamını salamlayıram. Dərin təşəkkürümü bildirirəm vaxtınıza görə. Mən başlamaq istəyərdim bizim Azərconnect qrupda Secure Ecosystem biz necə qurmuşuq. Çalışacağım bunu belə daha sadə, strukturlu şəkildə göstərim. Birinci başlamaq istəyərdim ümumiyyətlə Azərconnect qrup nəyi əhatə eləyir və qrupumuza nə daxildir. Azərconnect qrup İKT sektorunda dinamik böyük bir şirkətdir. Nexol Holdingin bir hissəsidir və 2013-cü ildə yaradılıb. Əsas servislərdən bizdə mobil və network, telekom, fix internet providerlər, Uninetdir, CityNetdir, NGNetdir və s. International Lease Lines, bu bizdə Azər Telekom şirkətidir. Əsas bu bir core biznesimizdir bu. Əlavə olaraq bizdə fintech şirkəti də var, Golden Pay.
Adtech və Media TV şirkətləri də var. Bu bütün ekosistemin cyber security-sinə bir komanda cavabdehdir və bir umbrella çərçivəsində biz bunu qoruyuruq. Bizdə hal-hazırda Vodafone Global-la böyük bir partnershipimiz var və onun çərçivəsində security proseslərin də belə deyək də experience exchange və sair layihələr aparılır. Daha bir böyük və vacib layihə, hansı ki bizim regiona böyük bir dəstək olur, bu Azərtelekomla Digital Silkway layihəsidir, hansı ki Asiyanın Avropa ilə birləşməsi və bizim Azərbaycanı belə bir hub'a, digital hub mı deyək, layihəsidir. Bu çox vacib, ölkəmiz üçün də çox vacib bir layihədir. Hal-hazırda implementasiya çərçivəsində də gedir bu layihə. Başlayaq əsas məqamlarla. Mən nəyi vurğulamaq burada istəyərdim ki, biz hesab edirik ki, informasiya təhlükəsizliyi quranda əsas və birinci step bu governance-ın düzgün qurulmasıdır. Və information security governance strukturu belə deyək yaradılmalıdır. Bizdə biz nə ilə başladıq? Biz informasiya security, məlumat təhlükəsizliyin komitəsini yaratdıq. Nə üçün? Ona görə ki, bir öhdəlik olmalıdır ki, kim bu qərarları verməlidir də. Hansı struktur şirkətdə ona cavabdehdir. O məqam çox vacibdir. O oturuşanda bu qərarlar da daha tez verilir və proseslər daha asan izlənilir. Və orq struktur, belə deyək də, o şirkətlərdən şirkətə fərqlənə bilər. Yəqin vacibdir hansı servislər siz outsource-dan götürürsünüz, hansı servislər sizdə daxildə var və s. Və roles responsibilities, hansı ki IT ilə bölüşməsi, hamı yəqin o prosesdən gedib ki, misal üçün patchlar kim tərəfindən qoyulmalıdır və öhdəlik kimdə olmalıdır, security-dənmi ya IT-də. Orada konkret bir xətt çəkməyə və roles responsibility bölməyə vacib bir məqamdır ki, bu proses normal getsin. Növbəti mərhələ bu orq struktura komitənin yaradılmasından, ondan sonra biz məlumat təhlükəsizliyi strategiyasının yazılmasına addım atdıq. 3 illik strategiya yazdıq. Orada əsas məqam ki, hansı framework seçmək olar. Biz, misal üçün, NIST Cyber Security Framework 2.0-dan gedirik. ISO-da ola bilər və digərləri də ola bilər əslində. Amma biz NIST-i seçmişik. Biraz qabaqda, biraz detallı danışacağım niyə görə. Və o framework-a uyğun əsas inisiativləri qeyd eləmişik. Hansı ki, NIST-in domenlərinə uyğundur. Protect, Detect, Recover, Response, bütün bu inisiativalarında sonra roadmap-lər yazılır və biz onun çərçivəsində bu formada idarə edirik. Büdcələrlə də daxil. Ondan sonra da bu proseslər işlənməsi üçün regular monitoring və reportingin aparılması bu komitələrdə və sessiyalarda aparılır bizdə. Niyə görə NIST? Ona görə ki, daha bizcə bu sistematik və bütün istiqamətlərdə IT, top management, security aydın bir frameworkdur. Hamı bunu başa düşür. 2.0 versiyada govern domeni də əlavə olunub. Hansı ki, bu Identify, Protect, Detect, Respond, Recover birləşdirən proseslərdir. Və bütün strategiya bizə buna uyğunlaşdırılıb. Daha əsas məqam olan control framework-udur. O ISO-da ola bilər, CIS kontrollar ola bilər, regulatorun tələbləri də ola bilər. Burada əsas mesaj onu demək istəyirdim ki, şirkətlərin resursları həmişə skars olur da, insan resursları, büdcələri və s. Burada əsas məqam ki, biz fokuslu gedək, top 5, top 10 hansı bir kontrolu seçək
ən vacibi də bu şirkətimizə, fintechimizə ən vacib olan. Misal üçün bizim üçün bu nə oldu? Biz başladıq patch management və vulnerability management proseslərindən. Konturun security-sinə, ona görə ki, bizdə şəbəkə çox böyükdür və border routerların, firewallların konfigurasiyası, hardeningi, onların soka qoşulması və monitoringi, bu proseslər, endpoint security misal kimi gətirə bilərəm. Bu çox vacibdir, ona görə ki, bizdə hardasa bir 3000 nəfərə yaxın bir işçilər var. O konturlar çox vacibdir. Birinci borderdan başlamışıq biz. Ondan sonra misal üçün multifaktorun implementasiyasıdır. Bütün internetə açıq olan applicationlardır, web resurslardır və s. Pentestlərin aparılması və s. Bu uzun ola bilər, amma bunun normal və real olaraq işlənməsi gərək fokuslu yanaşaq. Biz bunu məsləhət görürük. Top 5-lə bir il getmək, onları müəyyən səviyyəyə gətirmək, sonra o siyahısını biraz top 10-la getmək, sonra da hansı bir tam siyahını siz kontrolu seçmək, ya ISO-nu və regulator tələbini daxil və s. Ondan sonra risk-based prioritization, burada əsas biznesimizə və biznesin necə getdiyini, hansı layihələrlə getdiyinizə görə ona əsasən hansı bir kontrollar daha prioritet ola bilər. Biz bunu mütəmadi olaraq aylıq baxılır buna, layihələrə və s. və oradan bir prioritetləşdirmə aparılır. Bir örnək kimi də deyə bilərik ki, misal üçün fintechlərə aid olan hansı riskləri biz görürük və necə onu idarə eləyirik. Misal üçün API security-lər, inteqrasiyalar, hansı ki, xətabət edib, bu problemlər var və biz burada API security gateway istifadə eləyirik. Third party da ola bilər, open source solutionlar da var və s. Oradan istifadə eləmək olar. Security testing, hansı ki, applicationların yoxlanması, dinamik analiz, statik analiz, ondan istifadə eləyirik və third party risk management prosesi işləyir bizdə. Identity Safety-dən də indi çox danışdıq, fraudla bağlı da, security ilə bağlı, account takeoverlar. Burada biz multifaktoru tətbiq eləyirik, employee-lərin anti-phishing treyninqləri mütəmadi olaraq olunur və hansı bir analitika aparılır onun üzərində. Burada qısa belə snapshot kimi göstərmək istəyirdim ki, Azərbaycan Global Cyber Security Indeksi pozitiv trendi gedir indi hal-hazırda. 22-ci ildə 89 balla, indi 24-də 93 bala Azərbaycan olaraq qalxıb və hesab edirəm bu birgə dövlət və özəl sektorun belə deyək də rəy düzgün sözdür və səyləridir, düzdür, səyləridir və əslində məncə bu proqres daha çox gedib, nə vaxt ki biz Azərbaycanın cyber security strategiyanı qəbul olundu və bu proseslər daha məncə fokusa gəldi də belə in a spotlight oldu. Key takeaways məncə bu birinci governance, ondan sonra bu frameworkların seçdiyi, uyğunlaşdırılması və risk-driven investment. Investment deyəndə ancaq büdcədən söhbət getmir, vaxtdan da söhbət gedir, employee engagementdən də söhbət gedir. Məndə bu qədər, nəsə bir suallar varsa, niyyətlə təşəkkür edirəm. Təşəkkür edirəm Orxan bəy, maraqlı mövzuya toxundunuz. Ümumiyyətlə, rəqəmsal məhsulların sayı artır bazarda. Siz özünüz də vurğuladınız ki, təşkilatı daxildə ilk öncə kiber təhlükəsizlik strategiyasını yaratdınız, müəyyən bir prioritetləşmə elədiniz. Burada sual yaranır. Təbii ki, bu idarə etmə risk əsaslı olmalıdır. Bizneslə kiber təhlükəsizliyi arasında cost-benefit analizinin olunması üzrə risklərin rolunu necə dəyərləndirirsiniz?
Burada hansı çağırışlar var? Məsəl üçün risk kvantifikasiya bu dəqiqə aktual mövzudur. Bunu maliyyəyə çevirmək biraz hansı metodologiya, hansı ssenarilərdən istifadə etmək və burada fikrinizcə hansı addımlar atılmalıdır? Ölkənin indeksindən danışdınız, yəqin ki, ölkə vaid. Fikriniz maraqlıdır, təşəkkür. Təşəkkür edirəm, çox sağ olun suala görə. Belə deyim, riskləri idarə etmək üçün bizdə bir neçə yanaşmadan danışmaq istəyərdim. Security by design bir yanaşması var, hansı ki biz çalışırıq bütün layihələrdə bunu istifadə eləyək. Hansı ki fərq etmir hansı layihədir, bu nəyisə bir təzə applicationdır, websaytdır ya daxili hansı bir layihədir. Bizdə formalaşdırılmış bir tələblər var security tərəfdən, hansı ki layihədən əsasən seçilir də hansı requirementlər o layihəyə aid olacaq. Bu formatla biz çalışırıq ki, layihə start veriləndən hansı leveldə security nəzərə alınsın. Bu birinci bir məqamdır, hansı ki bizdə işləyir və bizdə analitik komanda var, hansı ki bu project managementdən sıx işləyirlər ki, bunları əsas eləyə bilsinlər vaxtında. İkinci məsələ risk management prosesi var, klassik risk management prosesi. Assessment da bizdə aparılır mütəmadi. Orada əsas məqam bizim key stakeholderların bu prosesləri başa düşməsi və onlarla biz mütəmadi bunu işləyirik ki, onlar da başa düşsünlər security tərəfdən hansı supportu ala bilərlər və hansı dəstəyi ala bilərlər və necə bu produkt daha secure olaraq marketə çıxa bilər. Bu proses bizdə mütəmadi işləyir. Hansı bir elə kritik məqamlar olanda ki, risklər qəbul olmalıdır ya hansı bir qərar verilməlidir, o bizdə komitələrdə müəyyən olunur və orada o qərarlar verilir ki, o layihə çıxsınmı bu formada, çıxmasın ya bir müddətdən sonra kritik risklərin bağlamasından sonra çıxsın və s. Bu proses belə idarə olunur. Quantification baxımından bu çox maraqlı mövzudur və banklarda da, telekomda da, fintech fərq eləmir. Bu çox belə sensitiv məqamdır. Bizdə hələ ki biz tam olaraq financial tərəfə çıxa bilməmişik, hansı bir financial rəqəmə çalışırıq, semi-quantitative belə deyək, yanaşırıq və qualitative daha çox istifadə eləyirik hələ ki. Ona görə ki, o challenge-lar var. Bizə lazımdır ki, bu bir statistik məlumat bizdə yığılsın. Bu formada regulatorlar bizə də yəqin dəstək ola bilər bu datanın formalaşdırılmasından. Oradan istifadə olaraq hansı bir historical rəqəmlərə biz çıxa biləcəyik quantification eləmək üçün. Məncə bu qədər. Təşəkkür edirəm. Əlavəniz var. İzninizle ben de bir ekleme yapayım. Kusura bakmayın, böyle ekleme yapıyorum. Şimdi biz Orhan Bey ile de ara ara görüşüyoruz. Ben Azerbaycan'a geldiğim zaman, şimdi bizim Mastercard olarak aslında özellikle quantification tarafında farklı bir yaklaşımımız var. Çünkü malumunuz aslında risklerin oluşturabileceği finansal impact ülkelere göre ve kurumlara göre değişiyor. Ne demeye çalışıyorum? İşte Azerbaycan'daki bir bankanın, bir telekom operatörünün karşılaştığı risk ile oluşacak finansal sonuç, Amerika'daki bir yine bankanın ya da telecommunication operatörünün karşılaştığı aynı riskten etkileneceği finansal sonuç birbirinden farklı. Dolayısıyla burada aslında risk quantification yaparken ülke özelinde, sektör özelinde, kurum özelinde bazı verileri elde etmek gerekiyor. Ne demeye çalışıyorum? Bugün AzerConnect'in bir kullanıcı datası çalındığı zaman istenecek ransom fidye ile, örnek veriyorum, işte Amerika'daki ya da Almanya'daki Deutsche Bank'ın datası çalındığı zaman istenecek fidye rakamları birbirinden farklı. Dolayısıyla bu insight'ı sağlayabilmek gerekiyor. Bu threat intelligence verisini alabilmek gerekiyor ve bunu da globalde kabul görmüş bir aslında algoritma ile yapabilmek gerekiyor. Dolayısıyla Mastercard'ın yine burada bir platform var. CyberQuant dediğimiz, ismi de aslında Cyber Quantification'dan geliyor. Yani risklerin finansal quantification'ın yapılması kısmından geliyor. Yine yani burada bizim patentli bir ürünümüz bu arada. Arka taraftaki quantification tarafı. Yani yine bu konu bir diğer perspektiften şöyle önemli. Birincisi günün sonunda her şirketin, her kurumun, her devletin limitli bir bütçesi var. Dolayısıyla yapılacak yatırımları nereye yapmalıyız ki riskimizi en hızlı şekilde düşürelim. Yani buradaki yatırım önceliklendirmesinde oldukça işe yarıyor.
İkincisi de bir ROI simülasyonu yapmak da önemli burada. Yani örnek veriyorum, network'üme 1 milyon dolarlık bir siber güvenlik yatırımı yaptım, investment'ı yaptım. Benim finansal quantification'ım, finansal riskim 1 milyon dolardan sıfıra mı düştü, 20 milyon dolardan 5 milyon dolara mı düştü? Bu rakamları da görebilmek gerekiyor ki aslında yapılan yatırım ne kadar doğru, ne kadar anlamlı ya da değil. Bunu ölçebilmek için de önemli. Bizim önem verdiğimiz başlıklardan bir tanesi. Təşəkkür edirəm. Əgər zaldan sualı yoxdursa, biz panelimizi yekunlaşdıraq. Sual varmı? Var sual. Zəhmət olmasa mikrofonu ötürərdiniz. Təşəkkürlər. Mənim iki sualım olacaq. Birinci sualım nə ilə bağlıdır? Xətai qeyd elədi ki, Bank Respublika İAM həllərindən bu daxili təhdidlərin önünü almaq üçün müəyyən həllər ortaya qoymuşdur. Ondan sonra Akif qeyd elədi ki, third party risklərin də qarşılanmaq üçün müəyyən həllər ortaya qoyula bilər və ya tövsiyə oluna bilər. Bəs müştərilərin maarifləndirilməsi və onların əlində olan bu mobil cihazların və digər cihazların qolunmasına bağlı, yəni bununla bağlı hansı həlləri var və banklar hal-hazırda bununla bağlı nə işlər görür? Yəni müştərilər maarifləndirilir ki, onların hesabları ələ keçirilməsin, yəni fraud halları olmasın. Bəzi ölkələrdə hal-hazırda mobil telefonlarda belə bir həllər var ki, mobil tətbiqlər, yəni xüsusi məsələn bank mailli mobil tətbiq qorunur. Məsələn müəyyən sandboxla və ya antivirus həllərlə. Bizdə belə həllər varmı ki, birbaşa müştərilərin hesablarının ələ keçirilməsin və bununla bağlı nə tədbirlər görülür? İkinci sualım isə ümumiyyətlə belə bir hesabat varmı ki, orada görülsün ki, məsələn rubrik və illik olaraq təhdidlərin, yəni bu fraud hallarının neçə faizi daxili təhdidlərdir, neçə faizi third party'dir və neçə faizi birbaşa müştərilərin hesablarına ələ keçirilməsidir. Sağ olun. Mən cavab verə bilərəm. Təşəkkür edirəm sualınıza görə. İkinci sualdan belə başlamaq istərdim. Fikrimcə Mərkəzi Bankdan həmkarlar icazə verirlər. Bəli, hesabatlıq var. Hesabatlığı artıq, yəni zaten hesabatlığı hər növ banklar və indi yeni qaydalardan sonra fintexlər də artıq Mərkəzi Bankdan paylaşır. Yəni hər növ bu proses aparılır. Yəni hesabatlıq banklardan toplanılır və çox gözəl bir inisiativadır ki, bu ildən, bu rübdən elə bil 2025-ci ilin 3-cü rübündən səhv etmirəmsə. Bəli. Bəli, biz birinci, ikinci rübləri artıq paylaşmışıq. Növbədə üçüncü rüb paylaşılacaq və bundan sonra o biraz gecikmə qəpini daraltmağa çalışacağıq ki, vaxtında paylaşaq. Bundan sonra yəni rübli olaraq, indi gələcəkdə format dəyişməsə, rübli olaraq hər rüb paylaşılacaq. Orada daxil olsanız görərsiniz ki, Mərkəzi Bankın veb saytında yer alıb həmin hesabat. Daxil olsanız görərsiniz ki, həm orada ölkə daxili fraud əməliyyatlarının sayı məbləği, həm ölkə xarici fraud əməliyyatlarının sayı məbləği yer alır və avadanlıq üzrə, fraudun baş verdiyi avadanlıq üzrə, avadanlıq növü üzrə ən böyük pay hara düşür, o barədə məlumat var. Həmçinin də fırıldaqçılığın növləri üzrə ən böyük pay sahibi olan növ kateqoriyalar orada yer alır. Yəni, onu demək istəyirik ki, hesabatlıq artıq var. Mərkəzi Bankın web səhifəsindən bu hesabatlığı əldə edə bilərsiniz. Və orada təbii ki, yəni kateqoriyalara bölünübdür, dələclıq kateqoriyalarına və s. bölgü var artıq. Birinci sualınıza gəldikdə isə, bəli, təbii ki, yəni
baxın, burada bir neçə istiqamətdə işlər aparılıbdır. Həm Mərkəzi Bank, həm assosiasiya, həm banklar tərəfindən. İlkin mərhələdə burada biz baxmalıyıq qaydalar tərəfinə. Yeni qaydalar qüvvəyə minibdir. Güclənmiş iştirak intensifikasiyası qaydaları. Bu qaydalar 2024-cü ildə səhv etmirəmsə qüvvəyə mindi və mobil tətbiqlərin, ümumiyyətlə elektron bankçılıq tətbiqləri, belə deyək, nəinki tətbiqlər, digər sferalarda, digər hissələrdə götürsək, hesabın ələ keçirilməsi hallarını çox dərəcədə aşağı salır. Yəni, yeni qaydalara əsasən, yeni qaydalar tətbiq olunduqdan sonra elektron bankçılıq hesablarının ələ keçirilməsi, yəni, təbii ki, yəni, banklar, fintechlər qaydaların tələblərini tətbiq etdikdən sonra hesabın ələ keçirilməsi halları çox sürətlə aşağı düşür və bir neçə bankda, belə deyək də, bu qaydaların uyğunluq təmin edildikdən sonra bunu müşahidə edirik ki, yəni hesabın ələ keçirilməsi halları çox aşağı düşüb. İkinci hissəsinə gəldikdə, bəli, təbii ki, müxtəlif banklarda cihazlara, belə deyək, mobil telefona, mobil tətbiqə düşən virusları, zərərverici proqramları və s. aşkarlamaqdan ötürü spesifik platformalar var, spesifik zərərlərə qarşı mübarizə sistemləri var ki, bu zərərverici applikasiyanı təyin eləyir, onun qarşısını alır. Həmçinin zaten qaydalara əsasən də əgər cihazda zərərverici proqram varsa, həm iki cihazın mobil tətbiqdən istifadəsinə əslində, yəni bankın artıq hüququ var ki, qadağan etsin. Yəni zərərverici proqram olan mobil tətbiq, mobil telefondan, mobil applikasiyadan istifadəni dayandırmağa bir hüququ var bankın. Yəni bəli, bu istiqamətdə işlər görülür və ümidvarıq ki, bir müddətdən sonra əksər banklar artıq yeni qaydalara uyğunluğu təmin eləyəcəklər və paraleldə, yəni dərəcə qarşı mübarizə sistemlərini optimallaşdıracaqlar və yekunda fikrimcə, yəni ekosistemdə dərəcə halını mühüm dərəcədə aşağı sala biləcəyik. Bir də maarifləndirmə ilə bağlı sual var idi. Maarifləndirmə ilə bağlı onu deyim ki, bizim Mərkəzi Bankın strategiyasında layihələrdən biridir ki, biz müştərilərin, ümumiyyətlə vətəndaşların bu istiqamətdə maarifləndirilməsi, biz dövrə olaraq banklardan hesabat da alırıq bununla bağlı. Bank deyəndə ümumiyyətlə ödəniş təşkilatları həm özlərinin sosial platformalarında, həm radio, televiziya kanallarında maarifləndirici video çaxlar, baxırlar, hər hansı bir materiallar səsləndirilməsi və s. həyata keçirilir. Bir də keçən il, ötən 2 il ərzində Banklar Assosiasiyası Mərkəzi Bank əməkdaşlığı çərçivəsində aqressiv formada, belə deyim, təbliğat kampaniyası başladılmışdı. Həmin dövrdə bir çox video çarxlar çəkildi. Eyni zamanda radio, televiziya kanallarında maarifləndirici materiallar buraxıldı. Bu materiallarda biz çalışmışıq həmişə real keyslərin üzərindən gedək. Banklardan yığdığımız məlumatlar əsasında həqiqətən baş vermiş fraud ssenariləri üzrə çarxlar və materiallar hazırlanır ki, bu vətəndaşlar tərəfindən rahat qavranılsın. Bundan sonra da bu proses davam etdiriləcək. Təbii ki, faydalı olacağını düşünürəm. Onun ki, hansı bir fokus qrupları yaradılsın. Misal üçün, təqaüdçülər üçün ayrı fokus qrup, məktəb hətta yaşlarından ayrı fokus qruplar təşkil oluna bilər və bu formada davam etdirilə bilər. Çox sağ olun. Təşəkkür edirəm. Auditoriyadan gələn suallar üçün də minnətdaram. Bu qədər bizdən. Hamıya uğurlar.